LucasArts və ya köhnə adıyla Lucasfilm Games 82-ci ildə rejissor George Lucas'ın qərarı ilə qurulmuş bir oyun şirkəti. İlk başda Atari 8-bit kompüterlərə oyunlarını çıxartmış, sonralar isə texnologiya irəlilədikcə fərqli sistemlərə də oyunlarını düzəltməyə davam etmişlər. Lucasfilm Games oyun sahəsində yeni olduqlarından və necə bir oyun düzəltməli olduqlarını bilmədiklərindən fərqli cəhdlər göstərmişdilər. 82-84-cü illərdə hərəkətli döyüş və ya pilot oyunu yayımlayırdılar. 84-88-ci illərdə isə daha çox hekayəli oyunlar tərəfə yönəlməyə başladılar və bəzi oyunları ilə səs gətirirdilər. Bunlardan biri Maniac Mansion idi. 80-lərin sonu idi. Lucasfilm Star Wars filmləri ilə çoxdan məşhurlaşmış, Lucasfilm Games isə yüksəlməyə doğru gedirdi. Bu zamanlar yumor hissi güclü oyun proqramçısı biri var idi. Tim Schafer. Tim Lucasfilm Games'in oyun proqramçıları axtardığını eşidir və onlara zəng edib müsahibə üçün danışmaq istəyir. Danışıq zamanı şirkətin əməkdaşı Timdən soruşur: "Bizim hansı oyunlarımızı oynamısınız?" Tim isə həyəcanlanır və səhvən "Mən sizin Ball Blaster oyununuzu çox sevirəm" deyə cavab verir. Ancaq bilmədiyi bir şey var ki, studiyanın oyunu Ball Blazer'dır. Timin oynadığı isə oyunun pirat versiyasıymış. Əməkdaş bu cavaba gülür və buna baxmayaraq onu müsahibəyə çağırır. Schafer müsahibədə yaradıcılıq qabiliyyətini, yumor hissini və proqramlama biliklərini göstərir. Ona verilən oyun testi nəticələrindən sonra isə artıq studiyada proqramist və yazıcı kimi işə başlayır. Schafer ilk olaraq Maniac Mansion'ın oyun kodlarını incələməyə başlayır. Daha sonra isə 90-cı ildə The Secret of Monkey Island oyunu üçün dialoqlar yazmağa kömək edir. Oyundakı gülməli dialoqlar və absurd zarafatlar da özünü göstərir. Tim Lucasfilm Games'də Ron Gilbert və Dave Grossman kimi istedadlarla işləməyə başlayır. Ron Timin yazdığı ssenarilərin çox yaradıcı və yumor dolu olduğunu anlayır. Buna görə də onu Monkey Island 2-yə əsas yazar və dizayner kimi təyin edir. Həmin il George Lucas ad dəyişikliyinə gedir. Artıq oyun şirkəti olaraq ayrı bir ad qoymaq istəyir və 90-cı ildə LucasArts olaraq studiyasının adını dəyişir. Monkey Island 2-nin uğurundan sonra LucasArts yüksəlişə keçir. 93-cü ildə Day of the Tentacle, Maniac Mansion'ın davam oyununu düzəldirlər. Oyun zaman yolculuğu mövzusunu gülməli dialoqlar və ağıllı qurulmuş puzzle qismləri ilə tamamlayır. Tim və Dave'in rəhbərliyində hazırlanmışdır. 95-ci ildə Tim ilk solo oyununu ərsəyə gətirir, Full Throttle. İlk sinematik adventure oyunu olan Full Throttle çöl atmosferində motorçuların hekayəsindən danışır. 98-ci ildə isə Tim studiyada son bir səs gətirən oyun üzərində çalışır. Grim Fandango. Meksika mədəniyyəti və ölülərin dünyasında keçən noir tərzində bir adventure oyunu. Satışlarda uğur qazanmasa da ilk keçdikcə dəyərlənib. 2000-ci il. Adventure oyunlarına tələbat zəifləyir. LucasArts'ın fikri sadəcə Star Wars'a yönəlib. Digər proyektlər onları cəlb etmir. Ancaq Tim özünə xas oyunlar düzəltmək istəyirdi. Buna görə də o 2000-ci ildə LucasArts'dan ayrılaraq öz studiyası Double Fine Productions'ı qurdu. 2005-ci ildə Schafer Psychonauts oyununu düzəldir. 3D platformer və action adventure janrında olan oyun studiyanın gözəl bir başlanğıc oyunu olur. Sonralar Timin ağlına metal dünyasında keçən bir açıq dünya oyunu gəlir. İçində məzəli dialoqların və maraqlı xarakterlərin yer aldığı bir oyun və oyuna uyğun da bir adam, Jack Black. Adam həm aktordur, həm gülməlidir, həm də rock duosunun üzvüdür. İkilinin möhtəşəm kombinasiyası nəticəsində də bugünkü mövzumuz olan Brutal Legend ərsəyə gəlmiş. Hekayə Eddie Riggs adlı bir roadie ilə başlayır. Roadie konsert zamanı səhnə arxasında olan gitar və digər ləvazimatları daşıyan, səhnə arxasındaykən də problemləri həll edən biridir. İlk bölümdə metal mahnı ifa edilərkən heç bir problem olmur. Ancaq ifaçılardan biri səhnənin başına çıxır və oradan ifasını etmək istəyərkən ayağı sürüşür. Eddie adamı qurtarır, ancaq bir qəza nəticəsində səhnə süsü üzərinə çökür və onun altında qalır. Eddie'nin qanı belindəki Armageddon metal kəmərinin üzərinə damlayır və Armageddon, atəş tanrısı ortaya çıxır. Səhnədəki insanları yandıraraq kül edir. Eddie özünü Metal Hell, yəni metal cəhənnəmində tapır. Keçdiyi bu dünyada heç də yaxşı qarşılanmır. Gördüyü ilk silah olan baltanı əlinə alaraq demonları kəsir. Bir neçə demonu kəsdikdən sonra da elektro gitarı əlimizə alırıq və şok dalğası ilə demonları yandırırıq. Beləliklə oyunun ilk döyüş mexanikaları ilə tanış olmuş oluruq. Eddie oranın bir neçə demonu ilə savaşarkən Ophelia adlı qız ilə tanış olur. Ophelia da bu demonlara qarşıdır və üzərimizə hələ minlərlə düşmən gəlməkdədir. Bu zaman biz oyunun ilk kombinasiyası ilə tanış oluruq. Əlimizdəki gitarla kombinasiyanı yığıb atlayırıq maşınımıza. Maşınla yaşadığımız aksiyondan sonra Armageddon Temple'ından uzaqlaşırıq. Ophelia bizi Lars və bacısı Lita'nın yanına aparır. Lars və Lita sakit və huzurlu bir yaşam istəyirlər. Ancaq qaçıb bir yerə gizlənməkdən beziblər.
Eddie qrupun çarəsizliyini görür. O, Ormagodon və onun cəhənnəmindən özünü və yeni tanıdığı bu insanları qurtarmağı, Duvaculus adında cəhənnəm ordusunun liderini devirməyə kömək edəcəyinə söz verir. Hekayənin irəliləyişi maraqlı qurulduğundan oyunçu nə baş verir, indi nə olacaq, sonu necə bitəcək deyə həyəcanlanır. Eddie'nin hadisələrə qarşı reaksiyası, düşmənlərə verdiyi cavablar xarakterlə isti bir bağ qurmağımıza kömək edir. Hekayədəki heç bir xarakter artıq və ya lazımsız hiss elətdirmir. Hər birinin Metal Hell dünyasında bir yeri var. Brutal Legend'ı ilk dəfə oynadığımda açıq dünya olduğunu bilmirdim. Sonradan açıq dünyası olduğunu və kiçik də olmadığını anladım. Hekayədə irəlilədikcə açıq dünyanın fərqli nöqtələrində oluruq və atmosfer hər dəfəsində dəyişir. Xəritədə həm əsas görevlər, həm də çoxlu yan görevlər var. Bu yan görevləri edib etməməksə sizə qalıb. Oyun sizə bunu məcbur etmir. Mən ilk başda 1-2 yan görev tamamladım. Qalan zamanımda isə full əsas görevlərlə irəlilədim. Oyunu bitirir-bitirməzsə yan görevlərlə davam elədim. Yan görevlərin çox olması gözəldir, ancaq hər birinin fərqli olması lazımdır ki, oyunun axıcılığı pozulmasın. Brutal Legend'da isə yan görevlər bölgələrdəki düşmənlər və xarakterlər əsasında dəyişir. Spirtli içkiləri maşınla dağıtmadan çimərliyə çatdırmaq, Killmaster və Ironhead komandası ilə düşmənləri sərsəmlətmək, yarışlar qazanmaq və bir çox fərqli yan görevlər sizi gözləyir. Yan görevlərin bir neçəsi təkrarlasa belə çoxunu fərqli etməyə çalışıblar. Keçək döyüş mexanikasına. Brutal Legend'da düşmənləri devirməyin 2 yolu var. 1. Yaxın döyüşlə, 2. Strategiya yolu ilə. Eynən, strategiya. Bir çox oyuncu Brutal Legend'ın başlanğıcını sevsə də strategiya qismini gördüklərində oyuna biraz soyuyublar. Belə bir dünyada sırf yaxın döyüşdə demonlarla savaşmaq hamının arzusudur. Ancaq Brutal Legend'da strategiya qisminin də önəmli rolu var. Oyuna başladığınız və davamında hiss etdiyiniz fikirlər dəyişir. Bu məndə də oldu. Ancaq mən oyunun bu mexanikasını sevdim. Yeri gələndə sıxıldım, əsas da sonlarında. Amma bunu çox zaman fasilə vermədən oynamağıma bağlayıram. Tamam, mən də bilirəm, oyun elə qurulmalıdır ki, oyuncu sıxılmasın, əyləncə davamlılığı qorunsun və s. Amma nə zaman biraz fasilə verib yenidən girsəm, bir marağı da olurdu mənim üçün. Dediyim kimi, bu mənim öz subyektiv fikirlərimdir. Biz keçək bu strategiyanın necə işlədiyinə. Ən başda dediyim kimi, oyunda bir neçə gitarla etdiyimiz kombinasiyalar var. Elə kombinasiya var ki, onunla maşınımızı yanımıza gətiririk. Eləsi var, yaxınımızda olan düşmənləri yandıraraq əridirik və ya Ironhead komandamızdan unitlər çağırıb hücuma gedirik. Bu kombinasiyaların bəzilərini əsas görevlərdən, bəzilərini isə özümüz açıq dünyada gəzərkən kəşf edə bilirik. Strategiya qismində isə Eddie'nin adını verdiyi Ironhead komandası bizləri qarşılayır. Əsasən yaxın döyüşdə istifadə olunan Headbangers, zirehli düşmənlərə qarşı gitarlı silahla atəş açan Razor Girls, motorlu bas gitaristlər Thunderhawks, boynuzlu ağızlarından atəş çıxaran heyvanları idarə edən Metal Beasts və s. bunlar kimi savaşa çağıra bildiyimiz döyüşçülər vardır ki, onları qarşı tərəfə nişan edərək göndərə bilirik. Eyni zamanda bəzi komandalarla da istədiyimiz zaman yanımıza çağırır və ya hücuma yönləndirə bilirik. Məsələn, qarşı tərəfə irəliləməliyik. Ancaq qarşıdan gələn düşmənlər də bizə və yaxınımızda qurduğumuz qalalara hücum edir. Bu zaman çağıracağımız unitlərə də fikir verməliyik. Qarşı tərəfdən bizə gələn düşmənlər biraz zəifdirsə, çağırdığımız döyüşçüləri qarşıya göndərib özümüz onlara hücum edə bilirik. Ancaq biz tərəfə gələnlər güclüdürsə, bu dəfə yarısını qarşıya göndərib, yarısı ilə də yerimizdəcə savaşa bilirik. Ancaq bundan da güclüləri gələ biləcəyindən artıq sonuncu seçenek olan Rock Crusher'la ətraflarını lavaya bürüyüb düşmənlərin içindən keçirik. Təbii ki, bunu açmaq üçün də döyüş zamanı unitləri inkişaf etdirməliyik. Baxın, məsələn burada Stage Unit 3 səviyyədən ibarətdir. Birinci səviyyədə sadəcə orta səviyyə unitləri çağıra bilirik. Bunu 3-cü səviyyə etdiyimizdə dediyim Rock Crusher və Metal Beasts'i çağıra bilirik. Bunları etmədən savaşa bilərikmi Mehmet deyə soruşursunuzsa, halınız böyük ehtimal belə olacaq. Döyüş qismlərini yuxarıdan uçaraq da izləyə bilirsiniz. Bu, oyunda bir neçə saat sonra açılan bir kombinasiyadır. Ancaq açıq dünyada uçaraq gəzə bilmirsiniz. Sadəcə bəzi boss döyüşlərində Eddie bunu eləyə bilir. Yeri gəlmişkən açıq dünyadan danışsaq əgər. Brutal Legend'ın açıq dünyası özünə xas bir atmosferə sahibdir. Sakit yerlərdən vəhşi canavarlarla dolu təbiətə, qışlıq məkanlardan cəhənnəmə bənzər məkanlara qədər. Hər yerdə metal ruhunun bir izi var. Həmin məkanlara maşından da əlavə gedə biləcəyiniz marallar olur. Sürətləri də getdikcə arta bilir. Yeri gəlmişkən xəritədə maşınınızı və digər ləvazimatları upgrade edə biləcəyiniz qaraj nöqtələri var. Ozzy Osbourne oyundakı adıyla Guardian of the Metal bizim upgrade etməyimizə yardımcı olur. Oyunda Ozzy Osbourne kimi digər tanınmış rockçulara da yer verilir. Balta, gitar, geyim, kombolar və bu kimi şeyləri buradan upgrade edə bilərsiniz. Əsas da maşına minigun və təkərlərə alov qoyaraq düşmənləri rahatlıqla yandıra bilirik. Maşına qoşduğumuz nitro ilə də hər yerə sürətlə çatırıq.
Bu dünyanı gəzərkən arxa fonda gedən musiqilər də sizləri metalın ruhuna bağlayacaq. O musiqilər nə idi belə? Yerimdə belə dayana bilmədiyim vaxtlar olurdu. Burada spesifik bir musiqinin adını çəkmək çətin olar, çünki musiqilərin hamısı çox gözəl idi. Amma mənim üçün yadda qalanlardan biri Spider-Queen ilə döyüşərkən ifa olunan Cry of the Banshee idi. Brutal Legend nə qədər gözəl olsa da, çıxma müddəti bir o qədər də stresli keçib. Double Fine Productions oyunu PlayStation 3 və Xbox 360-a çıxartmaq istəyirdi. Buna görə də 2007-ci ildə Activision-la müqavilə bağlayaraq oyunun hazırlanmasına start verdi. 2008-ci ildə isə Activision Blizzard-la birləşərək Activision Blizzard oldu. Şirkətin planı gəlir gətirəcək oyunları saxlayıb, Brutal Legend kimi uğur qazanması riskli oyunları ləğv etmək idi. Ancaq Tim Schafer oyunu əlindən buraxmaq istəmir. Buna görə də oyunu digər bir nəşriyyata təklif edir. Electronic Arts. EA bu təkliflə razılaşır və Brutal Legend-ı yayımlamağa qərar verir. Bunu görən Activision da yerində dayanmayaraq Double Fine və Electronic Arts-ı məhkəməyə verir. Məhkəmədə Activision oyunun haqlarının hələ də özlərində olduğunu və Tim Schafer'ın bu müqaviləni pozduğunu deyir. Ancaq Tim Schafer Brutal Legend-ın yayımlanmasına az bir vaxt qalmış oyunun rəfə qaldırılması ilə müqavilənin onlar tərəfindən pozulduğunu deyir. Nəysə ki, məhkəmə işi uzun çəkmir və Brutal Legend EA tərəfindən 2009-cu ilin oktyabr ayında yayımlanır. Bugün biraz Brutal Legend və onun ərsəyə gəlmə tarixi haqqında danışmaq istədim. Ümidvaram ki, videonu bəyəndiniz. Növbəti icmallarda görüşənədək. Sağ olun, salamat qalın.